Şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağa özünə mənə borc bilən, vətən sevgisini öz əməllərlə göstərən, vətənpərvər xanım Raziyə Kamil qızı şəhidlərimizin əziz xatirəsinə hazırladığı xatirə lövhəsini Salyan rayon Namiq İbrahimov adına Şortlu kənd Ümumi Orta Ümumi Təhsil Məktəbinə hədiyyə olaraq təqdim edilir. Biz də 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsi dövründə şəhidlərimizin rəsmi çəkilmiş plakatı Raziyə xanımın xüsusi peşəkarlıqla, zövqlə hazırladığı və təqdim etdiyi bu plakatı qəbul edirik və ona dərin təşəkkürümüzü bildiririk. Bu plakat həm şagirdlərimiz üçün, həm də gələcək nəsillərimiz üçün unudulmaz yaddaşdır, vətənpərvərlik hissi ruhudur. Bir dərsdir bizim üçün. Çox sağ olsun, təşəkkür ederim. Təşəkkür ederim. Kollektivimiz adına, məktəbimiz adına çox sağ olsun, Raziyə.